Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə mərkəzdə, Avtovağzal metrosuna çox yaxın məsafədə, ayaqla, yəni gedə biləcəyiniz bir məsafədə, 1.5 sotun içərisində 2 mərtəbəli, 4 otaqlı həyət evinin satışını təqdim edəcəm. Hörmətli izləyicilər, zəhmət olmasa videomuzu sonuna kimi izləyin. Videomuzu bəyənin, kanalımıza abunə olun, videolarımıza rəy yazmağı unutmayın. Həyətə maşın rahatlıqla daxil ola bilir. Kimin satışda əmlakı varsa bizlə əlaqə saxlasın. Gələk çəkilişimizə də tez zamanda satılmasına köməklik göstərək. Ev çox gözəl yerdə yerləşir. Yəni bu ərazidə ikinci bu qiymətə ev yoxdur. Ev ümumilikdə koridor sistemidir, heç bir otaqlar iç-içə deyil. Birinci mərtəbədə qonaq otağı, mətbəx, sanitar qovşaq var. Qonaq otağı ilə mətbəx studiyo tipindədir, amma kim istəsə ayıra bilər. Çünki hər ikisinin ayrı-ayrılıqda öz pəncərəsi var. Qiymətə mətbəx mebeli daxildir. Ev tam təmirli vəziyyətdədir. Təmirə qətiyyən ehtiyac yoxdur. Sənəd damovoy qeydiyyatı, yəni qeydiyyat vəsiqəsi sayğaclar alan müştərinin adına keçiriləcək. Bizim əlaqə nömrəmiz 07406 83 40, 07406 83 41-dir. Kimin satışda əmlakı varsa bizə müraciət eləsin. Gələk çəkilişimizdə də tez zamanda satılmasına köməkliyimizi göstərək. Evin kupçası yoxdur, yəni kupça üçün müraciət eləməyin bu evə. Videonun yuxarı hissəsində evin kodunu qeyd eləmişik. Zəhmət olmasa bizi zəng eləyərkən həmin kodu daxil eləyin, həmin kodu deyin. Tez bir zamanda sizə məlumat verəm. Bura birinci mərtəbədə yerləşən sanitar qovşaqdır. Yəni buranı dirdim istəsəz təmir eləyə bilərsiniz. İndi daxil oluruq ikinci mərtəbəyə. İkinci mərtəbədə isə 3 yataq otağı və sanitar qovşaqdır. İkinci mərtəbədə olan sanitar qovşağı ev sahibi istifadə eləmir. Bunun üçün əlavə veşlərini, əşyalarını ikinci mərtəbədəki sanitar qovşağa yığıb. Yəni kladovka kimi istifadə eləyir. Hörmətli izləyicilər, evin start qiyməti 190 min manatdır. Real alıcı evə gəlib baxandan sonra birbaşa sahibi ilə görüşəcək. Əlbəttə ki, qiymətdə endirim olunacaq. Nə sualınız olsa bizlə əlaqə saxlayın. Videomuzu bəyənin. Zəhmət olmasa kanalımıza abunə olub bizə dəstək olun. Kimin satışda əmlakı varsa bizlə əlaqə saxlasın. Gələk çəkilişimizdə də tez zamanda satılmasına köməkliyimizi göstərək.